Salam mənim əzizlərim, davam edirik tərəzi bürcü ilə. Fevral ayında tərəzi bürclərini nələr gözləyir, ona baxacağıq. Özü, hərəkəti, sevgi, pul, karyera, sağlamlıq və ümumi nəticə. Fevral ayında tərəzi bürcü özünü daha rasional, obyektiv hiss edəcək. Bu kart sizə qərar vermək istədiyiniz, tərəddüddən çıxdığınız bir dövr olduğunu bildirir. Bu ay doğru və yanlışı ayırmaq sizin üçün daha asan olacaq. Bu kart deyir ki, bu dövrdə atdığınız hər addım qarşılıqlı olacaq, qarşılığını görəcəksiniz. Tərəzi fevralda iki seçim arasında qalıb. Bu kart göstərir ki, qərar vermə gecikir. Ürəyinizlə ağlınız arasında qalmısınız. Acil olaraq qərar verin, çünki bu sizi daha da yüngülləşdirəcək. Sevgi sahəsində fevral ayı çox güclüdür. Bu kart həm dərin bağ, həm də karmik seçim deməkdir. Münasibəti olanlar üçün qərar mərhələsi, daha ciddi addım, daha dürüst söhbətləriniz olacaq. Tək olan tərəzilər üçün güclü, qarşılıqlı cazibə mümkündür. Yəni yeni tanışlıq mümkündür bu ay. Pul maddi baxımdan müstəqillik, rahatlıq görünür. Öz zəhmətin bəhrəsini görmək deməkdir. Fevralda pul mövzusunda başqasına bağlılıq sizdə artıq azalır. İş həyatında əməkdaşlıq, komanda işi ön plana çıxır. Bu kart deyir ki, yeni layihə, görüşlər ola bilər. Yeni razılaşmalar əldə edəcəksiniz. Yəni sizin bacarıqlarınız kollektiv tərəfindən, ətrafınızdakı insanlar tərəfindən görülür və qiymətləndirilir. Sağlamlığınızda pozitiv dönüşlər olacaq. Çünki sanki qaranlığın içində işıq yanır sizin üçün. Yəni, xoş ümidlər var. Bərpa, rahatlama, ruhən yüngülləşmək üçün gözəl aydır. Nəticə olaraq bu kart gözlənilməz, amma xeyirli dönüşü simvolizə edir. Şans sizin tərəfinizdədir. Axın sizə doğru dəyişir. Sizi daha doğru irəliyə aparır. Ümumilikdə fevral ayı tərəzilər üçün pozitiv ay olacaq. Bu qədər mənim əzizlərim. Əgər bu açılım sizə uyğun gəldisə, videonu bəyənməyi, paylaşmağı unutmayın.